Çəkil. Uşaqlar, baxın, səsə qulaq asın. Dəlixanadır bura. Məşdağa qadınların həbsxanası. Bax, qışqırır. Dəli qışqırır, görürsünüz. Bax, bura döşəkləri qoyublar, həyətə hava dəysin. Məşdağadır. Ruhi xəstəxana dispanseri, qadınların yeri. Görürsünüz. Mən produksiya getmişəm bura köməyə. Biri də pəncərədən baxır, dəlini görürsünüz, əl eləyir. Sağ ol, sağ ol. Mən də əl eləyərdim ona. Kimin imkanı varsa, burada bax, bizon, suzat, hər şeyi almışam deyə, salafan. Deyə, o qarpız, yemiş, hər şeyi almışam. Kimin imkanı varsa gəlib, bax, belənsi pulluq adamlar, qadınlar, pullu kişilər, həc xanımlar, həcilər, kimin imkanı var, gəlin, bax, belə xəstələrə produksiya alın, gətirin, qarpız, yemiş, marojna, soyuq su, yayın günü. Savabdır, valla. Mənim səhifəmdə xeyriyyəsi videolarda var, girib baxa bilərsiniz, kasıb ailələrə köməklik edirəm. İmkanım çatan qədər. Özüm də menecer işləyirəm, satış meneceri, başqa işlərlə məşğul deyil. Dəlilər paltarlarını yuyublar, biraz ağıl üstündə olanlar, plastinasını yuyub özləri asıl həyətdən setkalarında oturmuşam belə. Bir dənə xəstədən yanına gəlmişim, xəstə də əyağı ilə pişiyi şey edir, tumarlayır əyağı ilə. Ağzımda xəstə deyirsə, kimin imkanı varsa Allaha da xoş gedər. Allah Quran-ı Kərimdə deyir ki, mən dəlilərdən sorğu-sual eləməyəcəm, ruhu xəstələrdən. Kimin imkanı varsa bu insanlara yazığınız gəlsin. Görürsünüz, raşotkalı qəfəsdə həbsxana kimi yerdə yaşayırlar. Balaca proqulkalardır, gündə 1 saat proqulkaya buraxırlar, saat yarım 1 saat. Xahiş edirəm, kimin imkanı varsa belə xəstələrə kömək eləsin. Allah köməyiniz olsun.